Eylül diaqramında AXC-nin dövrlərinə aid uyğunluğu müəyyən edin. Tiflis, Gəncə və Bakı dövrü. Tiflis dövrü 1918-ci ilin mayın 28-dən iyunun 17-sinə kimi olan dövrdür. Gəncə dövrü iyunun 17-sindən 18-ci ilin sentyabrın 17-sinə kimi olan dövrdür. Bakı dövrü də 18-ci ilin sentyabrın 17-sindən ta süquta kimi 20-ci il aprelin 28-nə kimi olan dövrdür. İndi baxırıq variantlara. İrəvan şəhəri ermənilərə güzəşt edilmişdi 1918-ci ilin may ayının 29-unda. Yəni A variantı 1-ə uyğun gəlir. Qacarlar dövləti ilə müqavilə imzalanmışdı 1920-ci ilin mart ayında imzalanıb. Buna görə də bu Bakı dövrünə düşür. Bura qeyd edirik. Fətəli xan Xoyski hökumət təşkil etmişdi. AXC dövründə 5 dəfə hökumət təşkil olunub və ilk 3 hökumətə Fətəli xan Xoyski rəhbərlik etmiş. Yəni həm Tiflis, həm Gəncə, həm də Bakı dövründə Xoyski hökumət təşkil eləyib. Buna görə də C variantı 4-ə gedir. Müəssislər Məclisinin fəaliyyət göstərmişdi. Bu ümumiyyətlə yanlış variantdır. Çünki AXC Müəssislər Məclisinə seçkilərin keçirilməsi haqqında əsasnamə qəbul olunur, lakin fəaliyyət göstərmir. Buna görə də D variantı bütün variantlardan biz çıxmalıyıq. Y-yə baxırıq. Hökumət ərzaq təhlükəsizliyini təmin etmək üçün onun ölkədən kənara çıxarılmasını müvəqqəti qadağan etmişdi. Bu da 1918-ci il iyun ayının 27-sindədir. Yəni Gəncə dövrünə düşəcək. Yeni də 2-yə götürürük. İndi burada 1A, 2Y, 3B, 4C düzgün variant C variantı gəlir. Bir də bu testi işləməyin başqa bir qaydası odur ki, biz dedik ki, D variantı heç bir variantı olmayacaq. Elə baxırıq, A variantında D var, B variantında D var, D variantının özündə də D yazılıb, Y-də də D yazılıb. Yəni biz bunu bilsək ki, Müəssislər Məclisi fəaliyyət göstərməyib, bu testi məntiqlə də həll etmək mümkündür.